düşünərək evrənə o siqnal göndərirsən. Ancaq bazı o gerçəyi sizlə bölüşmək istəyirəm. O fürsətlər bir o qatı bir şey o deyil ki, bizə o gəlsin. O fürsətləri bizlər öz enerji sahəmizlə formalaşdırırıq. Salam əzizləyicilər, necəsiz? Bundan sonra belə bir giriş etməyi planlayıram. Çünki o necəsiz sualı vermək izləyiciyə o səmimiyyət aşılayır ki, mən də sizinlə tam olaraq səmimi olaraq bu kanalı açmışam və o videolar burada yayımlayıram. O demək ki, bu videoda sizinlə o mövzum evrənə siqnallar göndərmək olacaq ki, bir çox insan yəni fikirləşir ki, oturum o yerimdə evrənə o siqnallar göndərim, mən bunu istəyirəm, mən o gözlərimi bağlayım və siqnal göndərim ki, bunu istəyirəm, bunu inanıram. Bu olmalı olan bir reallıqdır. Ancaq biraz orada alqoritm o fərqi var ki, o kainatın alqoritm o fərqi o var ki, siz o yerinizdə oturaraq, o düşünərək evrənə o siqnal göndərirsiniz. Ancaq evren sizin o göndərdiyiniz o siqnalı o qədər də önəmsəmir. Bazı o gerçəyi sizlə bölüşmək istəyirəm. Çünki evren o bizdən bunu istəyirəm o siqnalını bunda yoxdur siqnalı olaraq qəbul edir. Siz nə qədər istəsəz də evrənə o siqnal göndərdiyinizi fərz etsəz də evren sizin o istəyirəm o siqnalınızı bunda yoxdur siqnalı olaraq hədəfləyir. Siz nə etməlisiniz? Deyək ki, bir hədəfiniz var və onu reallaşdırmaq niyyətindəsiniz. Bu çox gözəldir. O demək evrəndən bu yəni hədəfin reallaşması istəyini istəməyin. Siz oturun, bu hədəfinizi o reallaşdırmaq üçün bir o plan xətti hazırlayın. Nəyi, o necə, nerdə, necə, nə cür mən eləməliyəm. Bunu fikirləşin, bunu düşünün. Bir o plan xətti özünüzə hazırlayın. Bu o plan xəttində sizin o maddi imkanınız və ona uyğun ilkin olaraq edəcəkləriniz, o gələcəkdə o demək edəcəkləriniz hər biri sıra-sıra yazılsın. Bir dəftərə bunu yaza bilərsiniz. Yəni o telefona yazmayın, çünki o telefona o yazmaqla olmur. O barmaqla o yazanda o beyinə o güclü bir siqnal o gedir o sinapslara ki, bu bunda yəni hədəfləyir. O demək hədəflədikdə o planları o bizlər yazdıqda artıq evren o bizdən nə siqnalı o qəbul edir. Bu bunu istəmir. O demək ki, bu bunda o var. Bu bunu o planlayır. Bu bunu o reallaşdırmaq üçün o yolda edəcəklərini o planlayır və hər birini bir yazır. Bu zaman evren o bizdən o siqnal alır ki, bu bunda artıq o var və zaman daxili bu dünyada onu reallaşdırmağı hədəfləyir. Və belə olduqda artıq evren bizə bütün o gücü ilə, bütün alqoritməsinə o yardım edir. Bu yardım o necə olur? Evren ayrıca bir varlıq o deyil ki, bizə yardım etsin. Bu yenə bizim özümüzdən olur. Bizim o beynimizdəki o sinapslar o bir şey o təkrarladıqda o yeni bir əlaqələr yaradır. Bu yeni əlaqələr o yaratdıqda o yeni enerji o sahələri o var olur. Bu yeni enerji o sahələri o var olduqda isə bu enerji o bizdən ətrafımıza o yayılır və hər şeyin enerjidən ibarət olduğunu o biz xatırlasaq, o demək ki, o bizlər o bir şey o planlayırıq, o yazırıq, artıq o beynimiz, o sinapslar o formalaşır, o yeni əlaqələr formalaşır və o günbəgün həmin o plan üzrə o təkrar davam etdikcə artıq o təkrarlar o sinapsların bir-birlə əlaqələrini və hətta əlavə əlaqələri də formalaşdırır və bunlar yeni enerji sahələri deməkdir ki, bu yeni enerji o sahələri də o kainata, bu bizim ətrafımız o yayılaraq bu enerjisel o bir dünyada o bizim hədəfimiz o reallaşdırmaq o yeni fürsətləri yaradır. Yəni o fürsətlər bir o qatı bir şey o deyil ki, bizə o gəlsin. O fürsətləri bizlər öz enerji sahəmizlə formalaşdırırıq. Belə irəlilədikdə, belə bu formula uyğun o da davam etdikdə artıq o dünyamız, həyatımız, o bizim hədəflərimiz üçün o bütün enerjisini o səfərbər eləyir. Çünki həmin enerjini biz özümüz o yaradırıq və təkrar hər gün o hədəfləri o yiyələnmək üçün davam edirik.
Bir söz, o demək istədiyim ondan ibarətdir ki, evrənə o siqnal göndərmək bunu istəyirəmdən olmur. O zaman evren bu bunda yoxdur, o siqnalını anlayır. Əgər evrənə o siqnalı göndərmək istəyirsinizsə, planlayın, hədəflərinizi yazın və hər gün o hədəflər üzrə çalışın. Kiçik bir çalışma da olsa onu reallaşdırın ki, o təkrarlar sinapslarınızı o formalaşdırsın, əlaqələr də enerjilər yayılsın və fürsətlər sizin qarşınıza o gəlsin. İnanın bu olacaq. Çünki bunu mən şəxsən o varlığını görürəm, yaşayıram. 2023-2024-də o depressiyadaydım. Çünki hədəflərim mənim reallaşmırdı. Ancaq artıq mən hədəflərimi o reallaşdırmağın alqoritmini tapmışam. Bir nəfərə o təşəkkür etmək istəyirəm ki, o bu İlhamə xanımdır ki, İlham o xanım o numerologiya üzrə o bir mütəxəssisdir Azərbaycanda və bəlkə də bu sahədə ilkin bir mütəxəssisdir. Çünki mən o başqa bir mütəxəssis hələ ki tanımıram. İlhamə o xanım 2025-ci il o mənim o yeni öz o toparladığım o kainatın alqoritmasını o yeni o qəbul etdiyim, o dərk etdiyim bir o dönəmdə mənim TikTok hesabımdan o mənə yazdı və heç bir ödəniş o tələb etmədən o mənim demək o numerologiya xəritəmə baxmağı istədi. O mən icazə o verdim. Və mənim o numerologiya o xəritəmdə o mənə o dedikləri o mənə həmin o dönəmdə yəni özümü o yeni toparladığım o dönəmdə o mənə o böyük bir motivasiya oldu və həqiqətən də o burdan İlhama o xanım o təşəkkür edirəm. Ümidvaram ki, o bu videonu İlhama xanım da izləyər və ona minnətdaram ki, mənə bu yaxşılığı etdi və o mənə ilkin motivasiya enerjisini demək aşıladı. O demək İlhama xanım Instagram o səhifəsini və TikTok o səhifəsini o demək açıqlamalarda yerləşdirəcəm. İstəsəz o sizlə müraciət edə bilərsiniz. Demək əzizləyicilər, bu videoda o sizlə səmimi tərzdə evrənə o siqnal o göndərməyin o gerçəyini, o da həqiqi o formulunu açıqladım. Ümidvaram ki, o video sizin üçün sərfəli oldu. O demək, əgər o bəyəndinizsə o videonu o bəyənməyi, o kanalıma abunə olaraq mənə o dəstək olmağı və o demək rəylərdə öz fikirlərinizi o bölüşməyi sizdən xahiş edirəm. Əgər o başqa bir o video o mövzusu istəyirsinizsə, onun da fikrini o rəylərdə yaza bilərsiniz.